Salam, xoş gördük. Yenidən sizinlə həmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bir maraqlı mövzu daha sual olunur ki, insanın keçmişi gələcəyini müəyyən edirmi? Belə bir atalar məsəli var. Deyir ki, 7-sində nədirsə, 70-ində də odur. Bu, xoşbəxtlikdən hər zaman özünü doğrultmur və doğrultmamağı ümid vericidir. Əgər insan dəyişimi seçməzsə, o zaman insanın keçmişi gələcəyini müəyyən edəcək. Lakin insan dəyişən bir varlıq olduğuna görə, əgər azad iradə ilə kiminsə istəyi olmadan özü qarşısına məqsəd qoyub, pozitiv istiqamətdə dəyişərsə, bura həm fərdi inkişaf daxildir, həm qazanılan uğurlar daxildir, həm baxış bucaqların dəyişməsi daxildir, paradigmanın da dəyişməsi daxildir. Yəni, bu dəyişimi sözdə yox da əməldə edərsə, müvafiq bilik və bacarıqları qazanarsa, yəni bilməkdən irəli etməklə bilməyin müəyyən bir həddi aşması nəticəsində edə bilməyin əmələ gəlməsi, vərdişlərin əmələ gəlməsi, bacarıqların əmələ gəlməsi, daha sonra biliklər ona əlavə olunaraq həzm etmək, detallara hakim olmaq, peşəkarlaşmaq və bir balaca da irəli gedərək bilikləri öz üzərində assimiliyasiya eləyib olmaq, ustalaşmaq, hansı ki bunun da iki tərəfi var. Birincisi sürətli dəyişim, ikincisi də yeni bilik yaratmaq və onu tətbiq səviyyəsinə gətirmək. Yəni, ən azı bu saydıqlarından edə bilmək dərəcəsi var. Vərdişlər əmələ gələrsə, yəni insan bədəninə oturarsa, insan dəyişə bilər. Və əgər insan dəyişirsə, baxmayaraq ki, onun keçmişi, onun həyatını formalaşdırıb, belə çıxır ki, artıq onun gələcəyini müəyyən eləmir. Yəni, bu insanlıq üçün əslində böyük bir ümiddir. Nəticədə insanın keçmişi, insanın həyatını formalaşdırır, lakin onun gələcəyini hər zaman müəyyən etmir. Keçmişi dəyişdirə bilmərik, artıq olub keçib, lakin ona qarşı olan emosional yaddaşımızı, onu qəbul eləmə şəklimizi dəyişdirə bilərik. Diqqətinizə görə minnətdaram. Sağ olun.